Salam əziz şagirdlər, bugün sizinlə dim test toplusundan feilin morfoloji xüsusiyyətlərini işləyəcəyik. Əvvəlcə onu qeyd etmək istəyirəm ki, videolarımın davamlı olmağını istəyirsinizsə, kanalıma abunə olmağı, videolarımı bəyənməyi, rəy yazmağı da unutmayın. İndi isə birinci sualdan başlayaq. Demək, bərkitmə sözü ilə bağlı səhvi müəyyən edin. Əziz şagirdlər, sizə bir dənə məsləhətim olacaq. Əgər feillərdə şəkillərin növləri daha asanlıqla müəyyən etmək istəyirsinizsə, həmin feili kök şəkilçiyə ayırın. Kök şəkilçiyə ayırdığınız zaman şəkilçiləri daha asanlıqla müəyyən edə bilərsiniz. Yəni bununla da həmin sözün hansı növdə olduğunu, hansı şəkildə olduğunu daha rahatlıqla müəyyən edə bilərsiniz. Demək, birinci sualda bərkitmək sözünü gəlin əvvəlcə kök şəkilçiyə ayıraq, sonra düzgün cavabı tapaq. Demək, bərk sözün köküdür. Bərk, bərkimək leksi şəkilçidir, bərkitmək t leksi şəkilçidir, maqmək məslərin şəkilçisidir, demək qrammatik şəkilçidir. Bizdən də səhv cavabı soruşur. Demək, xəbər şəklindədir, baxaq görək. Xəbər şəklinin əlamətləri biz bilirik ki, zaman şəkilçiləridir və bu sözdə zaman şəkilçisi işlənməyib, ona görə söz xəbər şəklində deyil. Həm də təsriflənməyən feildir. Təsriflənməyən feillər şəkillərə görə dəyişmir, yəni zamana görə də dəyişmir. Sonra keçək, düzəltmədir, bəli, iki leksi şəkilçidən istifadə etmişik, düzəltmədir. Təsdiqdədir, bəli, əgər hansı bir feil inkarda deyilsə, demək təsdiqdə işlənmişdir. Məlum növdədir, bəli, heç bir növün şəkilçisi yoxdursa, məlum növdədir. Əziz şagirdlər, onu da qeyd etmək istəyirəm ki, biz bilirik ki, feillərdə, təsriflənən feillərdə, təsriflənməyən feillərdə növlərə görə dəyişə bilər. Yəni ona görə siz təsriflənməyən feildə də, təsriflənən feillərdə də növləri axtara bilərsiniz ki, hansı növdədir. Sonra məsdərdir, bəli, maqmək şəkilçisi qəbul edib, məsdərdir. Demək, bizim bu testdə səhv cavabımız A bəndi olacaq. Sonra ikinci sualına davam edək. Kürün sahilində yeni kəndlər salınmışdı. Cümləsindəki feil ilə bağlı səhvi müəyyən edin. Bu cümlədə demək feil kəndlər salınmışdı feilidir. İndi gəlin onun xüsusiyyətlərinə baxaq. Əvvəlcə yenə də baxaq, kök şəkilçiyə ayıraq. Salınmaqdan salınmaq leksi şəkilçi, mış qrammatik, d qrammatikdir. Baxaq görək, təsdiqdədir, bəli, doğrudur, çünki inkarda deyil. Hansı bir feil inkarda deyilsə, demək təsdiqdədir. Bəli, bu doğrudur. Qayıdış növdədir. Salınmışdı, xeyr, qayıdış növdə deyil, məhcul növdədir, kimsə tərəfindən olunur. Ona görə məhculdur, bu yanlış cavabdır. Düzəltmədir, bəli, leksi şəkilçidən istifadə etmişik, düzəltmədir. Keçmiş zamandadır, bəli. Biz bilirik ki, feillərdə başlanğıc formuya artırılan zaman şəkilçisi olacaq. Qrammatik şəkilçidən sonra artırılan idi, imiş, isə hissəcikləri olacaq. Demək, burada bizim zaman şəkilçimiz, üzr istəyirəm, bizim burada zaman şəkilçimiz başlanğıc formuya artırılmış mış şəkilçisi olacaq. Demək, keçmiş zamandadır. Bəli, idi köməkçi sözü ilə işlənmişdi. Bəli, qrammatikdən sonra artırılan d idi köməkçi sözü olacaq. Bu da doğru cavabdır. Bizim burada bizdən səhvi soruşur deyə səhv cavabımız B bəndidir. Sonra keçək üçüncü suala. Közərən ocaqlar birləşməsində birinci tərəfin izahı ilə bağlı düzgün fikirlər. Artıq bizdən düzgün fikirləri soruşur. Birinci tərəfdə demək burada közərən ocaqlar feil sifətdir. İndi baxaq variantlara. Təsriflənməyən feildir, közərən ocaqlar, bəli, feili sifətdir, ona görə təsriflənməyən feildir. Keçmiş zaman mənalıdır, xeyr, közərən indiki zaman mənalı feili sifətdir. Bu yanlışdır. Xəbər şəklindədir, xeyr, xəbər şəklində ola bilməz, çünki təsriflənməyən feildir. Təsriflənən feillər şəkillərə görə dəyişə bilər, ona görə bu yanlış cavabdır. Qayıdış növdədir. Közərən, xeyr, qayıdış növdə deyil, çünki qayıdış növün şəkilçisi yoxdur. Təsdiqdədir, bəli, inkarda deyilsə təsdiqdədir. Biz bilirik ki, feillər təsriflənən də olsa, təsriflənməyənlər də olsa, təsdiq və inkarda ola bilər.
düzəltmə feildir. Bəli, közərmək, közərən. Bəli, ar burada leksik şəkilçidir. Ona görə düzəltmə feildir. Əziz şagirdlər, sizə onu da qeyd etmək istəyirəm ki, ar şəkilçisi həm zaman şəkilçisi olub, qrammatik şəkilçisi ola bilər, həm də leksik şəkilçisi ola bilər. Həmçinin şəkilçisi də, 4 variant, leksik şəkilçisi də ola bilər feillərdə. Qrammatik, yəni zaman şəkilçisi də ola bilər. Bunları ayırd eləməyin asan yolu var, uşaqlar. Sözü inkarda işlədərək asan yolunu, yəni eləyə bilərsiniz, izah eləyə bilərsiniz ki, burada nə zaman leksikdir, burada nə zaman zaman şəkilçisi olacaq. Əgər mamə inkar şəkilçisi ar və şəkilçisindən sonra artırılıbsa, demək bu zaman leksik şəkilçi olacaq. Yox, əgər mamə şəkilçisindən sonra bu şəkilçilər artırılıbsa, demək zaman şəkilçisi olacaq. Yəni qrammatik şəkilçi olacaq. Yəni bu cür ayırd eləyə bilərsiniz. Demək burada bizdən düzgün cavabları soruşur deyə testimizdə 1, 5, 6 bizim düzgün fikirlərimiz olacaq. Sonra 4-cü sualda qazanılmış manat birləşməsində birinci tərəfin izahındakı səhvləri müəyyən edin. Demək, qazanılmış burada yenə feil sifətdir. Ona görə təsirlənməyən feildir, bəli, doğrudur. Quruluşuna görə düzəltmədir, qazanmaq, qazanılmış, bəli, quruluşuna görə düzəltmədir. Sözün kökü ilə başlanğıc forması fərqli nitq hissəsidir. Sözün kökü demək qazanmaqdır, başlanğıc formamız qazanılmaqdır. Xeyr, bu yanlışdır. Çünki qazanmaq da feildir, qazanılmış da, yəni yenə də feildir. Ona görə kökü də, başlanğıc forması da eynidir. Yanlış cavabdır. Qarşılıq növdədir. Qazanılmış, qarşılıq növdə deyil. Qarşılıq növün şəkilçisi yoxdur. Qazanılmış kimsə tərəfindən məhcul növdədir. Ona görə bu yanlış cavab olacaq. Qaz sözün köküdür. Xeyr, burada çünki məna əlaqəsi yoxdur. Biz bilirik ki, köklə yeni yaranmış sözün mütləq məna yaxınlığı olmalıdır. Qaz sözünlə qazanmaq sözünün heç bir məna yaxınlığı yoxdur deyə burada sözün kökünü qazanmaq olaraq götürməliyik. Feili sifətdir, bəli, feili sifət olacaq. Bir də əziz şagirdlər, sizə onu da qeyd edeyim ki, bəzən uşaqlar feili sifətlə feildən düzələn sifətləri qarışıq sala bilirlər. Bəs bunları necə ayırd edirik? Təbii ki, bunun da asan yolu var. İnkarda işlədərək siz feili sifəti, yəni feildən düzələn sifəti ayırd edə bilərsiniz. Feili sifət feil olduğuna görə inkarda işlədilə bilər. Ancaq feildən düzələn sifətlər artıq nitq hissəsi olaraq sifət olduğuna görə, yəni inkarda işlədilməz. Biz sifəti inkarda işlədə bilmərik. Yəni bu cür ayırd edə bilərsiniz. İnkarda işlədilirsə feili sifət olur, inkarda işlənilmirsə, demək feildən düzəlmiş sifət olacaq. Demək burada da bizim düzgün cavabımız, daha doğrusu səhvləri soruşur. Səhvlərimiz 3, 4, 5-ci cavablar olacaq. Sonra 5-ci sualdan davam edək. Bu gün hava tez qaraldı cümləsində altından xətt çəkilmiş sözün təhlili ilə bağlı fikirlərdən biri səhvdir. Qaralmaq demək feilini soruşur bizdən. Gəlin əvvəlcə kök şəkilçiyə ayıraq. Demək, qara sözün köküdür. Qaralmaq leksik şəkilçidir. D zaman şəkilçisidir, qrammatikdir. Demək, bizdən səhv cavabı soruşur. Qayıdış növdədir. Xeyr, uşaqlar, əslində havanın qaralmağı, bəli, özü öz üzərində olur. Uşaqlar belə düşünür ki, hava qaraldı, özü öz üzərində baş verdi. Yəni, bu kimsə tərəfindən olunmur, ona görə qayıdış növdədir. Bu tamamilə yanlış düşüncədir. Nəyə görə? Biz bilirik ki, növ şəkilçiləri feilə artırılmalıdır. Yəni, feildən feil düzəlməlidir. Ancaq burada biz diqqət yetirək. Qara sözün köküdür. Qara nitq hissəsi olaraq sifətdir. Biz sifətdən feil yaratmışıq. Bu cür vəziyyətdə biz ona qayıdış növdür deyə bilmərik. Çünki qayıdış növ olmağından ötürü feildən feil yaranmalıdır və l deyə qayıdış növün şəkilçisi yoxdur. Ona görə bu yanlış cavab olacaq. Sonra sifətdən düzəlmişdir. Bu gün hava tez qaraldı. Baxaq, qara sifətdir. Bəli, qaralmaq feildir. Sifətdən düzəlmiş feildir. Bəli, doğrudur. Xəbər şəklindədir. Bəli, xəbər şəklindədir. Çünki başlanğıc formasına d şəkilçisini artırmışıq. Zaman şəkilçisi artırmışıq. Keçmiş zamandadır. Xəbər şəklində biz bilirik ki, zaman şəkilçilərindən yaranır. Ona görə bu doğru cavab olacaq.
Bu sxemə uyğundur. Kök, leksik, qrammatik. Bəli, bu da doğrudur. Quruluşuna görə düzəltmədir. Bəli, leksik şəkilçisi var deyə quruluşuna görə düzəltmədir. Bizim burada səhv cavabımız A bəndi olacaq. Çünki bizdən səhvi soruşur. Səhərdən yağan qar hər tərəfi ağ örpəyə bürünmüşdü. Cümləsində xəbər şəklində işlənən feilin təhlilindəki səhvini müəyyənləşdirin. Demək, baxaq görək. Deyir ki, feilin təhlilindəki səhvi feili tapaq əvvəlcə bürünmüşdü. Bizim feilimiz budur. Kök şəkilçiyə ayıraq, daha asan olsun işimiz. Bürünmək sözün kökü, mış zaman şəkilçisidir. Burada idi hissəci idi. Köməkçi sözlə işlənmişdi. Bəli, qrammatikdən sonra artırılandı. İdi hissəci olur. Bu doğru cavabdır. Qayıdış növdədir. Qayıdış növdədir. Xeyr, qayıdış növdə deyil. Çünki şəkilçisi yoxdur. Bu yanlış cavabdır. Sadə feildir. Bəli, sadə feildir. Təsdiqdədir. Bəli, inkarda deyilsə təsdiqdədir. Xəbər şəklindədir. Bəli, çünki başlanğıc formaya, kökə mış zaman şəkilçisi artırmışıq. Ona görə xəbər şəklindədir. Doğrudur. Bizim bu testdə səhv cavabı soruşduğuna görə cavabımız olacaq B bəndi. Sonra digər sualla davam edək. Təzə ev tikmək üçün bağa hörgü daşı tökdürmüşdü. Cümləsində təsriflənən feilin təhlilindəki səhvi müəyyən edin. Yenə bizdən səhvi soruşur. Təsriflənən feil bu cümlədə tökdürmüşdü. Bizim təsriflənən feilimizdir. İşimiz asan olsun deyə yenə kök şəkilçiyə ayıracaq. Gəlin kök şəkilçiyə ayıraq. Tökmək, tökdürmüşdü. Bu formada kök şəkilçiyə ayırırıq. Baxaq indi variantlara. Təsdiqdədir. Bəli, inkarda deyilsə təsdiqdədir. Məlum növdədir. Tökdürmüşdü. Bu kiməsə etdirir də. Yəni bir işi digər bir şəxsə gördürürsə, iki şəxsdən söhbət gedirsə, biri işi görən, işi gördürən. Bəli, bu zaman olacaq icbar növdə. Ona görə məlum növdə deyil. B bəndi səhv cavabdır. Köməkçi sözlə işlənmişdi. Bəli, burada qrammatikdən sonra d artırılıb deyə idi hissəci idi. Keçmiş zamandadır. Bəli, başlanğıc formasına demək, başlanğıc formasına mış artırmışıq. Keçmiş zamandadır. Mış zaman şəkilçisidir. Doğrudur. Üçüncü şəxsin təkindədir. O tökdürmüşdü. Bəli, üçüncü şəxsin təkindədir. Bizim demək səhv cavabı soruşduğuna görə olur cavabımız B bəndi. Köçürmüşdü feili ilə bağlı səhv fikir hansıdır? Gəlin kök şəkilçiyə ayıraq. Köçmək, köçürmüşdü. Əziz şagirdlər, yenə də deyirəm, ır şəkilçisinin, ar şəkilçisinin feillərdə leksik, qrammatik olmağını necə ayırd edirsiniz? İnkarda işlədərək. Gəlin bu sözü də inkarda işlədək. Baxaq görək, ır şəkilçisi leksik olacaq, yoxsa qrammatik, yəni zaman şəkilçisi olacaq. Köçürmüşdü, köçürməmişdi. Yəni inkarda işlətdiyimiz zaman ır şəkilçisindən sonra mamə inkar şəkilçisi artırdığımıza görə demək burada ır şəkilçisi leksik şəkilçisidir. Demək təsriflənən feildir, bəli. Zamana görə dəyişib, ona görə təsriflənən feildir, doğrudur. Xəbər şəklindədir, bəli, zaman şəkilçisi artırmışıq, ona görə xəbər şəklindədir. Ir leksik şəkilçisidir, bəli, bu da doğrudur. Qarşılıq növdədir, köçürmüşdü. Xeyr, məlum növdədir, çünki qarşılıq növün şəkilçisi yoxdur. Keçmiş zamandadır, bəli, mış burada keçmiş zaman şəkilçisidir, bu da doğrudur. Bizim demək səhv soruşduğuna görə cavabımız olacaq D bəndi. Sonra 9-cu sualla davam edək. Artırılsın sözünlə bağlı səhv fikir hansıdır? Gəlin əvvəlcə yenə də kök şəkilçiyə ayıraq. Artmaq, artırılmaq. İki leksik, bir qrammatikdir. Demək, kökü feildir, artmaq, bəli, kökü feildir. Bu sxemə uyğundur, tamamilə yanlışdır. Əziz şagirdlər, onu da qeyd edeyim ki, bizim 4 şəkilçimiz var ki, onlardan əvvələ qrammatik şəkilçilər daxil ola bilər. Sız 4 variant, daki 4 variant, ki 4 variant, bir də gil bir cür yazılan leksik şəkilçilərdən əvvəl qrammatik şəkilçilər daxil ola bilər. Digər şəkilçilərdə isə onlardan əvvələ qrammatik şəkilçilər daxil ola bilməz. Ona görə B bəndi yanlış cavabdır. Bizdən də səhvi soruşur deyə bizim düzgün cavabımız olacaq B bəndi.
digər variantlarının da izahını verək. Başlanğıc forması feildir, bəli, artırılmaq. Başlanğıc formasıdır, feildir. Əmr şəklindədir, bəli, başlanğıc formasına şəxs sonluğu artırmışıq, ona görə əmr şəklindədir. Il məhcul növün şəkilçisidir. Bəli, artırılsın kimsə tərəfindən, bu da doğrudur, ona görə səhv cavabımız oldu, B bəndi. 13 sualından davam edək. Nümunədəki təsviflənən feillər haqqında fikirlərdən biri səhvdir. Gəlin təsviflənən feilləri tapaq. Həcə xala çayda paltar yuyardı. Məmməd Sadıq damlarını suvardı. Heç bilməzdik dağdı, daşdı, divardı. Demək, təsviflənən feillərimiz bunlardır. İkisi təsdiqdə, biri inkardadır. Bəli, doğrudur. Demək, keçmiş zamandadır. Xeyr, keçmiş zamanda deyil. Bu yanlış cavabdır. 1 və 3-cü şəxsə aiddir. Bəli, bilməzdik birinci şəxsdir, digərləri 3-cü şəxsdir. İdi köməkçi sözü işlənmişdi. Bəli, işlənib. Xəbər şəklindədir. Bəli, hər birində zaman şəkilçisi olduğuna görə xəbər şəklində olacaq. 11-ci sualla davam edək. Nümunədəki təsviflənən feillər haqqında fikirlərdən biri səhvdir. Demək, Məlik Niyaz vərəndilin salardı, atın çapıb qıyqacıdan çalardı. Qırğı təkin gədik başın alardı. Demək, buradakı feillərimiz bunlardır. İndi bunlar haqqında səhv cavabı tapaq. Məlum növdədir. Salardı, çalardı, başın alardı. Bəli, məlum növdədir, çünki heç bir növün şəkilçisi yoxdur. Təsdiqdədir, bəli, inkarda deyilsə təsdiqdədir. 3-cü şəxsin təkindədir. Bəli, hər biri 3-cü şəxsin təkində işlənmişdir. Keçmiş zamandadır. Bəli, salardı, çalardı. Xeyr, burada ar zaman şəkilçisidir, idi hissəciyidir. Demək, burada keçmiş zamanda deyil, qeyri-qəti gələcək zamandadır. Xəbər şəklindədir, bəli, zaman şəkilçisi işləndiyinə görə xəbər şəklindədir. Bizim burada səhv cavab istəyir deyə D bəndi olacaq cavabımız. Tək müharibə olmasın cümləsində altından xətt çəkilmiş sözün izahı ilə bağlı fikirlərdən biri doğrudur. Demək, əmr şəklindədir, bəli, demək, olmasın, şəxs sonluğu artırılıb, əmr şəklindədir, bəli. Qrammatikdən sonra şəxs sonluqları artırıldığı zaman, demək, əmr şəkli olmayacaq, digər şəkillər olacaq. Ancaq burada mamə inkarı istisnadır. Yəni, əmr şəklini inkarda işlədirik deyə şəxs sonluqlarından əvvəl inkar şəkilçisi ola bilər. Ancaq digər şəkillərdə isə kökə başlanğıc formaya digər şəkillərin şəkilçiləri, sonra şəxs sonluqları artırırıq. Ancaq əmr şəklində kökə başlanğıc formaya birbaşa şəxs sonluğu artırmaqla əmr şəklini düzəldirik. Mamə inkarlıq şəkilçisi təbii ki istisnadır, çünki əmr şəklinin inkarını biz mamə formasına düzəldirik. Təsdiqdədir, xeyr, inkardadır, çünki mamə şəkilçisini artırmışıq. İkinci şəxsin təkindədir, xeyr, tək müharibə olmasın. Əmr şəkli ikinci şəxsin təkində heç bir şəkilçi qəbul eləmir, ona görə bu yanlışdır. Sın leksi şəkilçidir. Xeyr, sın leksi şəkilçi deyil, şəxs sonluğudur, qrammatik şəkilçidir. Qayıdış növdədir. Xeyr, qayıdış növdə deyil, çünki qayıdış növün şəkilçisi yoxdur. Ona görə bizdən düzgün cavabı soruşur. Ona görə cavabımız olacaq A bəndi. Sonra, cümlələrin birində düz sözü feildir. Əziz şagirdlər, düz və sıx sözlərinə aid mən YouTube kanalımda izah videosu çəkmişəm. Yəni, düz sözünün sifət yoxsa feil olduğunu asanlıqla ayırt etmək yollarını həmin video izahda izah etmişəm. İstəyən həmin izaha girib baxa bilər. Sözlərin birində düz sözü feildir. Gəlin, baxaq, düz sözü 5 nitq hissəsi ola bilər. Gəlin, onların hər birində izah edək misallar üzərində. Mən düz sözdən heç vaxt incimərəm. Demək, özündən sonra gələn ismə aid olduğu zaman düz sözü sifət olacaq. Ona görə burada feil deyil, sifətdir. Az getdi, üz getdi, dərə təpə düz getdi. Burada da özündən sonra gələn feilə aiddir deyə zərf olacaq. Balaca güllü gəlib düz anasının böyründəcə oturdu. Demək, burada düz sözü ədat olacaq.
Atalar düz deyib ki, ağıl yaşda deyil, başdadır. Burada da özünə sonra gələn feilə aiddir, zərf olacaq. Təhməz baba bu ata at çatmaz, sən onun yəhər yüyəninə inci mirvari düzmək mənasındadır. Bəli, burada feil kimi işlənmişdir. Bizim doğru cavabımız E bəndidir. Dinlə, danla, saxla sözləri haqqında fikirlərdən biri səhvdir. Demək, ikinci şəxsin təkindədir. Bəli, sən dinlə, sən danla, sən saxla. Bu doğru cavabdır. Təsriflənən feillərdir. Bəli, heç bir təsriflənməyən feilin şəkilçisi yoxdursa, demək, həmin feili biz təsriflənən feil kimi götürürük. Məlum növdədir. Bəli, məlum növdədir. Çünki heç bir növ şəkilçisi yoxdur. Əmr şəklindədir. Sən dinlə, sən danla. Bəli, ikinci şəxsdə biz bilirik ki, əmr şəkli şəxsonluğu qəbul etmir. İkinci şəxsin təkində. Bu doğru cavabdır. La şəkilçisi ilə düzəlmişdir. Xeyr, hər birində dinlə sadə sözdür, danla sadə sözdür, saxla sadə sözdür. Yəni, la şəkilçisi yoxdur. Ona görə bizim səhv cavabımız E bəndi olacaq. Oturdu, gətirərəm feilləri ilə bağlı doğru fikri müəyyən edin. İndi isə variantlara baxaq. Demək, doğru fikri soruşur bizdən. Hər ikisi üçüncü şəxsdə işlənib, oturdu, o oturdu, gətirərəm, demək, oturdu üçüncü şəxsdədir, ancaq gətirərəm birinci şəxsdədir, ona görə yanlış cavabdır. Biri xəbər, digər arzu şəklindədir, oturdu, bəli, zaman şəkilçisi qəbul edib xəbər şəklindədir, gətirərəm, bəli, burada da zaman şəkilçisi var, ar, ona görə arzu şəklində deyil, yəni bu yanlış cavabdır. Biri məlum, biri icbar növdədir, oturdu, məlumdur. Gətirərəm də məlumdur. Ona görə bu yanlış cavabdır. Oturdu keçmiş zamanda. Bəli, bu doğrudur. Gətirərəm indiki zamandadır. Xeyr, ar burada qeyri-qəti gələcək zamanın şəkilçisidir. İndiki zamanda deyil. Hər ikisi xəbər şəklindədir. Bəli, hər ikisi zaman şəkilçisi qəbul edib deyə xəbər şəklində olacaq. Bizim doğru fikrimiz E bəndidir. 16-cı sualla davam edək uşaqlar. Demək, dözmüşəm, dözərəm feilləri ilə bağlı doğru fikri müəyyən edin. Dözmüşəm keçmiş zamanda, bəli, keçmiş zamandadır. Dözərəm indiki zamanda, bu yanlışdır. Dözərəm ar, qeyri-qəti gələcək zamanın şəkilçisidir. Ona görə bu yanlışdır. Bizdən doğru cavabı soruşur. Biri xəbər, digər arzu şəklindədir. Xeyr, hər ikisi xəbər şəklindədir. Yəni, zaman şəkilçiləri qəbul edib. Ona görə B bəndi yanlış cavabdır. Hər ikisi qayıdış növdədir. Dözmüşəm, dözərəm. Xeyr, bu da yanlış cavabdır. Qayıdış növünün şəkilçisi yoxdur. Hər ikisi xəbər şəklindədir. Bəli, xəbər şəklindədir. Çünki zaman şəkilçiləri qəbul edib. Hər ikisi üçüncü şəxsdə işlənib. Dözmüşəm, dözərəm. Hər ikisi də birinci şəxsdə işlənib, birinci şəxsin təkində. Ona görə bu da yanlış cavabdır. 17-ci sualla davam edək. Eşq ilə torpaqda, göy də bəzəndi cümləsindəki feil haqqında düzgün fikri müəyyən edin. Bəzəndi burada feildir. Düzgün cavabları soruşur bizdən. Quruluşca düzəltmədir. Gəlin kök şəkilçiyə ayıraq. Bəzəməkdən bəzənmək, bəzəndi. Bəli, düzəltmədir, çünki leksik şəkilçi var. Keçmiş zamandadır, bəli, burada D zaman şəkilçisidir. Demək, quruluşca sadədir. Xeyr, bu yanlış cavabdır. Sadə deyil. Məhcul növdədir, idi köməkçi sözündən işlənmişdir. Xeyr, idi köməkçi sözü deyil, zaman şəkilçisidir. Demək, bəzənməkdə məhcul növdə deyil, qayıdış növdədir. Düzəltmə feildir, adlardan feil düzəldən şəkilçi qəbul etmişdir. Bəli, düzəltmə feildir. Feildən feil düzəldən leksik şəkilçidir. Ona görə bu yanlış cavabdır. Sadədir, arzu şəklindədir. Xeyr, sadə deyil, arzu şəklində də deyil. Qayıdış növdədir. Bəzənmək, bəli, qayıdış növdədir. İdi köməkçi sözündən işlənmişdir. Xeyr, qayıdış növdə olmağı doğrudur. Ancaq idi köməkçi hissəciyi yoxdur bu sözdə. Çünki kökə başlanğıc formaya artırılan
Demək, zaman şəkilçisi olacaq. Hansısa qrammatik şəkilçisidən sonra artırılan idi imiş isə hissəcikləri olur. Ona görə bu fikir də yanlışdır. Bizdən doğru cavabı istəyir. Ona görə bu sualda doğru cavabımız olacaq A bəndi. Körpənin yanağı qızarmışdı. Cümləsindəki feilin xüsusiyyətlərindən bağlı səhvi müəyyən edin. Burada qızarmışdı feildir. Təsdiqdədir. Bəli, inkarda işlədilməyibsə, demək təsdiqdədir. Düzəltmədir. Xeyr, qızarmaq sadə feildir. Mış zaman şəkilçisi, d idi hissəciyidir. Ona görə düzəltmə deyil, səhv cavabdır. Məlum növdədir. Bəli, məlum növdədir, çünki heç bir növün şəkilçisi yoxdur. Keçmiş zamandadır. Bəli, kökə başlanğıc formasına mış artırdığımız zaman keçmiş zaman şəkilçisi olur, doğrudur. İdi köməkçi sözünün hissəciyinin iştirakı ilə yaranıb, işlənmişdir. Bəli, doğrudur, çünki qrammatik şəkilçidən sonra d artırmışıqsa idi hissəciyi olacaq. Bizdən səhv cavabı istəyir, ona görə olur cavabımız B bəndi. Mən onu çətinliklə inandırdım cümləsindəki feilin morfoloji xüsusiyyətləri ilə bağlı səhvi müəyyən edin. Demək, feil burada inandırdım feilidir. Gəlin kök şəkilçiyə ayıraq. İnanmaq, inandır, d zaman şəkilçisidir, m şəxs sonluğudur. Xəbər şəklindədir, bəli, çünki zaman şəkilçisi qəbul edib. Feildən düzəlmişdi. İnanmaqdan inandırmaq, bəli, feildən düzəlmişdi. Təsdiqdədir, bəli, inkarda deyilsə təsdiqdədir. İcbar növdədir. Xeyr, icbar növdə deyil. İcbar növdə olmağından ötürü burada iki şəxs olmalıdır və biri işi digərinə gördürməlidir. Yəni, biri işi görən, biri işi gördürən olmalıdır. Ancaq burada onu inandıran mən özüməm. Ona görə bu məlum növdə olacaq. Şəkilçi olsa belə, əgər məzmuna uyğun gəlmirsə, iki şəxs yoxdursa, demək, bu zaman biz onu icbar növdə götürə bilmərik. Demək, bizim səhv cavabımız D bəndidir. Səhvi soruşur bizdən. Keçmiş zamandadır. Bəli, d keçmiş zaman şəkilçisidir. Bu doğru cavabdır. Qarşılamışdım feilinin morfoloji xüsusiyyətləri ilə bağlı səhvi müəyyən edin. Gəlin yenə kök şəkilçiyə ayıraq. Demək, qarşı, qarşılamaq, mış, keçmiş zaman, d idi hissəci, mış, şəxs sonluğu. Keçmiş zamandadır, bəli, mış, keçmiş zaman şəkilçisidir. Xəbər şəklindədir. Bəli, zaman şəkilçisi artırılıb, ona görə xəbər şəklindədir. Birinci şəxsin təkindədir. Qarşılamışdım, bəli, mən qarşılamışdım, birinci şəxsin təkindədir. Düzəltmədir, bəli, leksi şəkilçisi var. Qarşılıq növdədir. Bu yanlış cavabdır. Demək, qarşılıq növünün şəkilçisi yoxdur. Ona görə qarşılıq birgəlik növdə sayılmaz. E bəndi yanlış cavabdır. Ötüşürdülər sözünün morfoloji xüsusiyyətləri ilə bağlı səhvi müəyyən edin. Demək, gəlin kök şəkilçiyə ayıraq. Biz yenə burada ır şəkilçisinin leksik qrammatik olmağını nə cür ayırd edir? İnkarda işlətməklə. Ötüşürdülər, ötüşmürdülər. Demək, burada ır zaman şəkilçisidir. Çünki inkar şəkilçisi artırdığımız zaman özündən əvvələ artırılıb. Demək, ötmək, ötüş, ötüşürdülər. Bu formada kök şəkilçiyə ayırıq. Gəlin indi səhv cavabı tapaq. Xəbər şəklindədir, bəli, zaman şəkilçisi artırılıb. Üçüncü şəxsin cəmindədir, bəli, onlar üçüncü şəxsin cəmindədir. Təsdiqdədir, bəli, inkarda deyilsə təsdiqdədir. Demək, düzəltmədir, bəli, ış şəkilçisindən istifadə etmişik. Keçmiş zamandadır, xeyr, burada indiki zamandadır. Çünki kökə başlanğıc formaya ır, indiki zaman şəkilçisi artırmışıq. Bu yanlış cavab olacaq. Demək, bizim səhv cavabımız E bəndidir. Çadır qurulmuşdu cümləsində feilin xüsusiyyətləri ilə bağlı səhvi müəyyən edin. Gəlin yenə kök şəkilçiyə ayıraq. Qurmaqdan, qurulmaq, mış zaman şəkilçisi d idi hissəciyidir. Quruluşca sadədir, xeyr, çünki leksi şəkilçisidən istifadə etmişik. Düzəltmədir. Təsdiqdədir, bəli, inkarda deyil, ona görə təsdiqdədir. Məhcul növdədir, qurulmuşdu, bəli, kimsə tərəfindən olunub, ıl şəkilçisi var, demək məhcul növdədir. Mış keçmiş zamanın şəkilçisidir, bəli, kökə başlanğıc formasına mış artırmışıq, mış burada keçmiş zamanın şəkilçisidir.
Do ünsürü idi köməkçi sözünün qısa formasıdır. Bəli, qrammatikdən sonra artırılan d olur. İdi, imiş, isə, hissəcik. Demək, bizdən səhv cavabı soruşur. Ona görə olacaq cavabımız A bəndi. Söykənmişdi sözünün morfoloji xüsusiyyətləri ilə bağlı səhvi tapaq. Demək, gəlin kök şəkilçiyə ayıraq. Söykəməkdən, söykənmək, söykənmişdi. Sadədir, xeyir, bu yanlış cavabdır. Çünki leksi şəkilçi işlənib, ona görə düzəltmədir. Mış keçmiş zaman şəkilçisidir. Bəli, başlanğıc formaya mış artırmışıq, ona görə keçmiş zamandadır. Bəli. D ünsürü idi köməkçi sözünün qısa formasıdır. Bəli, qrammatikdən sonra artırmışıq, ona görə ididir. Feildən düzəlmişdi, söykəməkdən söykənmək, bəli, feildən feil düzəlmişdi. Təsdiqdədir, bəli, inkarda deyilsə, təsdiqdədir. Bizim demək səhv cavabı soruşur deyə cavabımız olur A bəndi. Güləşmişdi sözünün morfoloji xüsusiyyətlərinə bağlı səhvi müəyyən edin. Gəlin əvvəlcə yenə kök şəkilçiyə ayıraq. Güləşmək sözün kökü mış, qrammatik, d qrammatik. Keçmiş zamandadır, bəli, mış keçmiş zaman şəkilçisidir. İdi köməkçi sözü işlənmişdir, bəli, qrammatikdən sonra artırılıb. Düzəltmə feildir. Xeyir, düzəltmə feil deyil, sadədir. Bizdən səhv cavabı soruşur, ona görə olur cavabımız C bəndi. Demək, xəbər şəklindədir, bəli, zaman şəkilçisi artırılıb. Təsdiqdədir, bəli, inkarda deyilsə təsdiqdədir. Üçüncü şəxsin təkindədir. Güləşmişdi, o güləşmişdi, bəli, üçüncü şəxsin təkindədir. Bizim cavabımız oldu C bəndi. Uşaq tək qaldığı üçün sıxılırdı cümləsində fərqləndirilmiş feilin morfoloji xüsusiyyətləri ilə bağlı səhvi müəyyən edin. Gəlin yenə kök şəkilçiyə ayıraq. Sıxmaqdan, sıxılmaq, sıxılırdı. Səhvi tapaq. Demək, sifətdən düzəlmiş feildir. Xeyr, burada 4 cür yazılan leksi şəkilçidir. Sıx sözü burada feildir. Sifətdən düzəlməyib. Feildən düzələn feildir. Bu yanlış cavabdır. Təsdiqdədir. Bəli, inkarda deyilsə təsdiqdədir. Xəbər şəklindədir. Sıxılırdı. Bəli, indiki zaman şəkilçisi var. Ona görə xəbər şəklindədir. Qayıdış növdədir. Bəli, uşaq öz-özünə sıxılır. Il şəkilçisi də qayıdış növün şəkilçisidir. Bəli. Düzəltmə feildir. Bəli, il burada leksi şəkilçisi var. Ona görə düzəltmə feildir. Əziz şagirdlər, dərslərimizin davamlı olmağını istəyirsinizsə, yenə təkrar edirəm. Abunə olmağı, videolarımı bəyənməyi, rəy bildirməyi də unutmayın. Sona qədər izlədiyiniz üçün sizə təşəkkür edirəm. Sağ olun.